Yeni bir gündən hər kəsə salam. İstədim bir günümü başdan ayağa necə keçirirəm onu çəkim. Heç nəyə dəyməmişəm. Gecə üzümü silmişəm. Atmamışam onları. Hər yerdədir. Axşam üşüyürdüm. Üstdən bir qat da geyinmişdim. Bu da iynələrim. Qızlar, inanırsınız bu iynəni vurandan vəziyyət superdir. Enerji tavan. Bunları götürmürəm. Bunlar elə burada qalır. Bir dənə tortum var. İstəyirdim. Bu da o gün düzəltdiyim kassamdır. Əlimə pul düşdükcə atıram. Bir dənə tortum var idi. Onu gedib yığasıydım. Paltarları qoymuşam. Yuyulsun. Bir dənə buralara əl gəzdirim. Yeri yığdım tez. Bir səhər idmanı elədim. Bir 3 dəqiqalıq dedim bədənim isinsin. Mən elə bir idman eləmirəm, zumbanı xoşlayıram. Keyfim olanda açıram bir dənə zumba. Onunla bir ənti, ona görə təngi nəfəsləməyə biraz. Onunla bir ənti idman eləyirəm. Onda günümüz daha enerjik keçir. Bunu da çıxardıb qoymuşam bura ki, üzümə çəkim. Neçə gün idi, havalar tam da isinməmişdi deyən. İnansız üzümə bunu da çəkə bilmirdim. Temzonun maskasıdır ləkələr üçün. Hələ çəkib qutarmamışam. Üzümü də silməmişəm səhər açandan. Gətirim üzümü silim, bu paltarları zadı yığışdırım. Orada da var, onları götürüm. Otağı səliqəyə salım. Keçək tortu yığım tez. Müəllimə zəng eləmişdi. Nəvəsinin 2 aylığı olur. Gəlindən xəbərsiz uşağa balaca bir tort hədiyyə eləmək istəyib. Yəni əlində aparmaq üçün. Dedim onu hazırlayım. Dedim yumurta alım, gətirim. Çünki soyuducuda elə bir yumurta yoxdur, azdır. Həm də ki, uşaqlar da xoşlayır. Evdə kotlet olanda da deyirlər, kotleti əz üstünə yumurta vur. Başlayaq günümüzə. Sizlər üçün də gözəl bir gün olsun inşallah. Pərdəni zaten düzəldim. Keçək kuxnaya. Bu da mən. Qızlar, o gün hələ buraları da silməmişəm. Bacımla gedəndə aldıqlarımı sizə göstərməmişəm deyə heç buradan da çıxartmamışam. Belə bir Nərmanovdan aldıq da, hə, metronun çıxışında elə aksesuar mağazası vardı. Qiymətlər də normal idi. Baxın sepin qiymətinə 5 manat. Məncə əla idi. Belə bir qəşəng, sadə sep götürdüm. Belə görünürmü? Çox qəşəngdir. Bacımın sözü olmasın, istəsən belə sadə də taxmaq olar. Yəni logo xoşuma gəlməsə. Bir dənə belə sep götürdüm. Hələ çıxartmamışam. Bir dənə sırğa götürdüm. Əvvəl başqasını seçmişdim. Sonra gündəlik taxmaq üçün götürdüm də. Bunu götürdüm. Bunun da qiyməti 9 manat idi. Bilirsiniz necədir qızlar? Elə bil yeni gələn mallar daha baha olur. Əvvəlki partiyadan qalanlar ucuz olur. Çünki elə baxdım ki, əvvəl gördüklərimin qiyməti ucuzdur. Yeni gələnlər isə biraz düşüb. Yəni görmədiyim mağazalarda, görmədiyim sırğaların, seplərin qiymətləri daha baha idi. Yəni yeni mövsüm söhbətidir deyəsən, yeni gələn mal söhbəti. Bir dənə də bu rezindən götürdüm. Başımı ağrıtmasın deyə. Aldıqlarım elə bunlar oldu. Başqa bir şey almadım. Yumurta aldım, gəldim. Bir dənə də limon götürdüm ki, uşaqlara məzun hazırlayaram. Suyu qoymuşdum, soyuyub, amma bu çoxdur. Tortumuz sadəcə şəkildir. Bir də ki, üzərində sıvama var. Bir stəkan su ona çoxdur. Deyirəm, bunun yarısını boşaldım birazını. Bu qədər bəs eləyər. Buraları hələ heç nə eləməmişəm. Axşamın qabları yuyulub durur orada. Akşam spagetti hazırlamıştım. İçerisinde biraz qalıb. Bunu da aparım, pişiklərə verim. Onlar da acıdılar. İkinci səfər qalanda bizdə uşaqlar yemir.
Kızlar düzəlib gələndən sonra mikserin səsi adamın beynini dəlir. Necə deyirlər, çox pis bir ses çıxardır. Əməlli başlı adamın başını ağrıdır. Amma kremi çaldım. Sarı, bir də ki roz rəngdən istifadə etdim. Kremin rənginin gözəlliyinə baxın. Burada tam bilinmir, əslində çox gözəl bir rəngdir. Müştəri korobkada istəmədi tortu. Ona görə belə korobka var. Özümdə yoldaşım marketlərdən götürür. Korobkalar var. Görməyənlər üçün də dedim çəkim paylaşım. Sizin üçün də fikir olsun. Çok lavazmatda, bu lavazmatlarında bunlar satılır. Elə yer var, bir dənəsinin 20 qəpiyə verir. Elə yer var, 50 qəpiyə verir, 40 qəpiyə verir. Bunlar belə bu şəkildə satılır mağazalarda. Sizə də dedim, çəkim göstərim, fikir olsun. Hanım yaxında yaşayır deyə, dedi heç korobkaya ehtiyac yoxdur. Mən dedim, yəni necə məsləhətdir, o korobkadan mən onsuz pul qalmır. Yəni o götürsələr də fərq eləməyib götürməsilər. Buna görə belə bir təmiz karbonla kəsib hazırlayıram. Biraz da böyük götürürəm ki, aparanda tort ilişməsin. Yəni üstlərinə, zadına dəyməsin, müştərinin zədələnməsin deyə. Yenə bunları qoyuruq kənara. Yığırıq şeyi. Baxın bu şəkildə belə skotlayıb bunu hazırlayacağım indi. Hazırdır kablonumuz. Biraz krem çəkirik dedim. Bunu sizə də göstərim. Kızlar, eyni zamanda belə eləyəndə tortun üzəri daha düz olur. Əslində rütbə düzdür, elə bir ehtiyac yoxdur. Baxın, qəşəngdir tortumuz. Amma yenə də belə yığıb, bir gün soyuducuda saxlayıb, səhərsi gün digər tərəfindən çevirib tortu qoyanda üstü daha düz olur. Keçən səfər bir xanım mənə demişdi ki, bəs necə nə ağararamsa da üstündən bu qırqırıntısı torta yapışır. Kızlar, onu da eləmək üçün baxın, məndə də var, görürsünüz. Kremlə biraz götürürük. Belə əslində soyuducuda bunu saxlayanda daha yaxşı olur. Əvvəl mən də soyuducuda saxlayırdım. İndi tənbəllik edirəm soyuducuda saxlamağa. Yəni bir əl belə nazik sıvıyıb qoyum. Soyuducuda 1-2 saat qalsın. Hətta buzlamada 1 saat qalsa daha yaxşı olur. Donur belə tam. Bu biskvit üzdəki kremə keçmir. Qırıntılar, baxın nə qədər qırıntı var. Bunu belə nazik bir qatla belə sıvıyırsınız, hər tərəfli örtürsünüz, biskvit heç görünmür. Ondan sonra keçirsiniz əsas sıvamaya. Burada krem başardığınız qədər nazik olmalıdır ki, yenə üst qata qarışmasın. Şəkil üçün şəkər xəmiri yaydım, üzərinə şəkili qoydum, dedim biraz şəkər xəmiri bərkisin. Sonra qoyun elə kəsim, tortun üzərində belə şax olsun deyə. Bunu dayandırdım, yarı soğanı qoydum. Günankıya da elə bir vaxt qalmayıb. Dedim, bir dənə xalpot soydum, dedim, mərcini üstə qoyum. Tərslikdən də işıqlar söndü. Baxıram, işıqlar sönüb. Hələ bir dənə tortu çalasıyam, bişirəsiyam, inşallah yanar. Axşama istəyib düzdür. Amma yenə də adam tədirgin olur ki, birdən işıqlar yanmaz. Tortun üzəri üçün gül hazırlayıram. Bu gül kəsəni götürdüm. Görək, eləyə bilirikmi? Birinci səfərdir belə çiçək hazırlayacağım. Əslində elə bir çətin bir şey yoxdur. Özündən də is salır. Qızlar, işıq da sönüb, hələ yanmayıb. Ona görə biraz qaranlıq çıxa bilər. Yadımdan çıxıb kameranı qoy yandırım. Bu da belə bu şəkildə qurutmalıyam, amma ki quruta bilsəm. Baxın, belə olmalıdır.
Keçdim tortun bəzənməsinə. Xanımlar, burada biraz yavaş-yavaş bəzəmişəm deyə videonu yeyinləşdirdim. Belə biraz qəribə görünür. Üzərinə şəklini qoydum. Sonra belə marsipanları, şəkər xəmirlərini nazildib şarın qulpları kimi onları qoydum. Güllərini yerləşdirdim. Üzərinin toplarını qoyacağam indi. Sonra 2 rəqəmini kəsib silikonla yapışdırmışdım çubuğa. Onu qoyacağam. Topları da belə gəlişi gözəl, sanki qızın əlində şarlar var imiş kimi düzdüm. 2 rəqəmini qoydum, yanına çiçəklərini qoydum. Tortun üzərində muncuqlar var idi, nümunə tortun. Onları qoydum belə bu şəkildə, həm üstlərinə, həm kənarlarına. Tortumuzun bəzəyi belə oldu. Nəhayət ki, işıq yandı. Tortumuz hələ buradadır. Yenə parıldatdım. Mənim olmazsa olmazım. Ürəyim gedir də parıldayanda. Bunu da çaldım 5 yumurtadan 160 qram. Pesok, haradasa 190 qram da un. Çəmbəri 20 sm açdım, qoydum. Altına da yağlı kağız yox, təndir çörəyindən çıxan belə kağızlar olur. Ondan qoymuşam, bir səfərlik istifadə edirəm. Belə təndir çörəyi alanda heç vaxt atmıram. Nur çörəklərinin kağızları da yaxşı olur, onunla da eləmək olur. Yəni, onu koydum, açdım 20 sm sobanı da yandırmışam. Elə bunu çalmağa qoyandan. İndi bunu tez içine koyum. Onun şəklini çəkim atım xanıma. Gəlsinlər, aparsınlar. Bunu da koyun bilsin. Yumurtalar böyük idi deyə çox gözəl köpürdü. Ona göre ununu da biraz artırdım. Yumurta ne kadar böyüksə ununu da artıq eləmək lazımdır ki, bisküvitimiz çökməsin ortası. Unu az olanda çökür kızlar. Bir de ki, sobanın istiliyini çok yüksekten qoyanda, məsəl üçün 180-200 qoyanda şişir belə birdən qabartmanın etkisi ilə də, təsiri ilə şişir birdən, sonra da birdən də çökür. Yani unu az olsa da, çok olsa da o da təsir göstərir. Tortumuzun da görünüşü belə oldu. Şəklini çəkdim tərəzinin üzərində. 2 kilo 700 qram oldu. Tortumuzun çəkisi artıq gəldi. Son görünüşü də belə oldu. Parıldayanları da yaxından çəkdim sizin üçün. Məncə gözəl görünür. Möhtəşəm bir tort alındı. Tortumuzun tərkibi də şokoladlı, şokolad soslu, qozlu, karamelli idi. Görünüşü də belə bu oldu. Oğlum yemək yedi, salatı da tam yeyib qurtarmayıb. Bir orada bisküvitim. Bunu da bəlkə isti-isti təmizləyək. Bisküviti çıxardım. Bəlkə buna gətirim, qəşəng yağ gözlü sıxım, isti-isti təmizləyək. Görüm, hövsələm olsa birənt eləyərik. Şantini yığışdırmadım. Hələ ki, o birisi torta da istifadə edəcəm deyə buradadır. Buranın üstünü silməmişəm. Dedim, yeməyə götürüm. Elə silim. Hələ ki, qırqırıntı var. Silmişdim akşam düzdür, ama istər-istəməz tökülür də. Mərcim pişir burada. Hələ kartofu kökü tam dağılmayıb. Biraz da pişsin, suyunu artırım. Bunları da güdüm. Hər yer təmizdir. Təmiz deyil, yəni qablar təmizdir. Aynanı içi yenə buxarlıdır bunun. Aynanı siləsiyəm. Bilmirəm, deyirlər axşam bu axşamdan, yəni mayın 2-sindən, hal-hazırda mayın 2-sidir. Mayın 2-sindən havalar dəyişir, yenə yağış gəlir. Amma hələ ki qəşəng gün var. Belə ayna imkan vermir görməyə, amma qəşəng gün çıxıb hələ ki. Səhər-səhər də paltarlar yuyub sərmişəm. Orada da güllərimdir. Burada da pişik sürtüb özünü aynaya. Hər gün sürtür. Bu pişiyin işi gücü yoxdur. Yemək istəyəndə gəlir başlayır özünü sürtməyə.
Belə qəşəng hava var, amma bilmirəm yağacaqmı. Səhər-səhər gülləri də suladım. Paltarı sərməkdən qaydanda elə dedim, gülləri də suluyum. Biskviti də bura çıxardıram. Bunu da götürmədim ki, yenə biskvit qoyacağam. Belə buraları da hələ süpürməmişəm. Hələ ki işim qurtarmayıb. Tam qurtarım dedim, elə süpürüm, elə təmizləyim. Çünki istər-istəməz biskvitin qırıntıları tökülür də. Biskvitimiz çıxdı. Baxın qızlar, ortasında çox yox, birazca çökəkli fason var. O da ki, demişdim də, yumurta böyük idi. Biraz artırdım. Keşke 2 o kadar artırardım. Bir de size bunları göstereyim kızlar. Öz-özünə cırıldılar. İkisi de belə öz-özünə cırıldı. Bu birisi de həmçinin elədi. Ana baxın, bu da yavaş-yavaş cırılır buradan. Deyəsən isti bunu vurur. Burada öz-özünə çürüyüb cırılır. Əlimlə götürəcəydim bunu. Onu da götürüm, qoyum belələ soysun. Soyandan sonra çıxardım çəmbərdən. Bu tortumuzu da yığaq, hazırlayaq. Yağ çözücülük işi yoxdur. Biraz bu şüşəsi batıbdı. Bunu da görüm çıxarda bilirəmmi? Nə tərsə eləyib buradan çıxardırdılar. Hələ istidir. İçərisinə biraz yağ çözücü töküm. Biraz da ləkələnən yerləri var. Sonra da ki isti tökürəm qızlar. Təsir eləsin deyə dəmirlərinə. Gerek bunu da içine koyardım. Bunu da içinde harmanlayardım. Böyle. Bir de bunun kokusu olmuyor da. Bir iki dakika dursun. Sonra getirim geçecek. Esas bu qıraq dəmirlərini silim, təmizləyim. Kızlar, bu əldəklər bilirsiniz də, əldə tam durmur. Görün nə elədim. Yəqin ki, inşallah bunlara bir zərəri gəlməz. Elə bu muncuqlar, daha doğrusu rezin qolbaqlar qolumdaydı. Bunları belə taxdım. Eybi yox, qaralsa da qaralsın. Biri 50 qəpik idi, yenilərini alaram. Belə bunlarla şey yarattım. Bağladım deyim də qollarıma. Keçim indi sobanı təmizləməyə. Paltarları yığdım. Daha doğrusu sərməmişdən qabaq yığmışdım. Bunları da qatlayım, yerine koyuyorum. Buralar boşalsın. Televizora baxanda rahat oturulsun. May ayıdır, hələ biz qalın geyimlərdəyik. Bu da mənim geyimdiyimdir, Gülünün aldığı. Harda ən qalın var, onları giyinirdim. Çünki soyuq idi. Amma qızlar, sizə deyim, bu müalicənin çox böyük xeyrini görürəm. Dediyim kimi, enerjim fullanır. Əvvəl heç bir işi görmək istəmirdim. İndi əməlli başlı qoçaq qız olmuşam, necə deyərlər. Neçə vaxt o sobanı təmizləmək gözümə durmuşdu. Onu təmizlədim. Bu naskıların da tay olmaq olmuyor da. Paltar çox idi. 2 dəfəyə saldım. Bir dəfəsini yudum, sərdim. Bir səfərini də bugün yudum. Axşam bunları yumuşdum. Səhər qurudu. Bir səfərini də indi yudum. Bunları qoyun, bu da dursun. Onlar quruyub gələndə yenidən birləşdirərəm.
Biraz qatıq qalmışdı. Dedim bunu heyifdir da, bu nə atlasıdır, nə nəsə istifadə olmasıdır. Keks eləyim. Siyələmli. Bir də ki, damla şokoladlı. Şokoladın da içərisinə biraz nişasta qatacağım. Şokolad şeyin içərisində itməsin. Daha doğrusu aşağıya çökməsin deyə. Keksin içərisində. 3 yumurta, damla şokolad, siyələm, yarım stəkan qatıq. Yarım stəkandan biraz çox. Bu 250 ml stəkandır. Hardasa 200 ml. Bitki yağı, un. 1 stəkanda pesok tökürəm, ya 1 stəkan yarım tökürəm. Bizimkilər xoşlayır. Çalın bunu hazırlayayım. Nasıl ürəyim şirniyyat istəyir. Bu immunitet dərmanını içəndən iştahım açılıb. 4 gündür ya 5 gündür içirəm. İştah dərman öz sözünü deyir. İştahım açıb. Ürəyim şirniyyat istəyir. Nəsə vəziyyət yaxşılığa doğru getmir. Deyəsən biraz kökələdim. Bu qəlibi yağlayıb kərə yağından onda hazırlayacağım. Hamısını qatıb qatışdırıb axırda da bunları qatacağım içərisinə. Qəlibi yağlayıb içinə töküb qoyacağım. 160-170 dərəcədə pişəcək. Yoldaşıma aş üçün biraz ərik demişdim alsın. İstədim aş hazırlayayım. Biraz alçadan aldı. Biraz belə çay içmək üçün meyvə qurusu alıb. Sonra evdə hamının sevdiyi o konfetdən alıbdı. Uşaqlar da xoşlayır bunu. Yumurta tapşırmışdım. Yumurta götürübdü. Salfetkamız qurtarmışdı. Salfetka götürüb. Yumurtanın da baxdım ki, qiyməti neçəyədir? 10 dənəsi 1.40-a 14 qəpiymiş. Belə bunları alıb. Bir də düyümüz yox idi. Şahbulovun düyüsünü alıbdı hər halda. 1 kiloluqdur. Bunun da kilosu 3 manat 95 qəpiymiş. Aşı dəmlədim qızlar axşam üçün. Bunu da qoyanda yerə tökmüşəm biraz. Burada da qarasıdır. Gözümə biraz yağsız gəlmişdi. İçərisinə bir parça yenə kərə yağı atdım ki, ərisin. Bir buğumda qaynasın, qarışsın yağı. Elə çəkim süfrəyə. Biraz da sulu qoymuşam. Uşaqlar belə sevir. Qabları yuyurdum. Dedim buranın rezini də yuyum. Baxdım ki, altını qaraldıb, rəngi çizib. Klorladım buraları, qablar qalıb. Kızlar, videonu burada bağlayayım. Bu gözəlliklərlə dedim vlogumuzu bağlayaq. Hələlik Allaha əmanət olun. Bu arada videonu bəyənməyi unutmayın. İnci də orada hazırlaşırdı. Kitablar orada qalıb. Son anda gələn tortu hazırladım. Yetişdi. 2 olmadı. Yalan deməyim. 4 saata hardasa hazır oldu. Bu da ki bizim parıldayan tortumuz. Bu da hazırdır. Gəlib götürəsidirlər. İkisi də deyib gəlib götürürük. Amma hələ ki buradadılar. Otaq da qışıq sərindir. Bizim evlər vəbşi soyuq olur. Ona görə qoydum, gətirdim bu otağa. Burada qaz yanmır. Digər tərəfdə qaz yanır deyə ora isti olur. Hələlik xanımlar, sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Videomu bəyənməyi də unutmayın.